Salam əziz izləyicilər, bugün mənim YouTube platformamda ilk videomdur. Bugün mən sizə əvvəlki televizorlarda olan, tüplü televizorlarda, LDM'li, trubkalı televizorlarda olan səs dövrəsi inteqrəsini istifadə qaydasını öyrədəcəm. Yəni bu əvvəlki televizorlarda elektronika bölməsində asanlıqla tapacağınız bir elementdir, bir dövrədir. Buna əlavə olaraq da biz Bluetooth modul quraşdıracağıq. Yəni bunu hər hansısa bir sosial şəbəkədən və yaxud bazarlardan, xarici bazarlardan tapmaq mümkündür. Bunun da inşallah gələcək videolarda sizə göstərəcəyik. Bu səs gücləndirici TEDA 2003'dür. Bunun isə datasheetini, şemasını tapmaqdan ötəri biz internet brauzerində, Chrome'da yazıb həmin elektronika dövrəsinin, yəni tipi TEDA 2003 yazdıktan sonra bizə sxemlər gəlir, datasheetlər gəlir. Ki, məsələn, burada çox ayaqlı tipdir bu. 1, 2, 3, 4, 5. Yəni 2-dən və yaxud 3-dən artıq olan ayaqlılara biz çox tipli deyirik, tip deyilir, səs tipidir bu hal-hazırda gördüyümüz. Bunun isə dövrəsi bax budur. Input birinci ayaq, 5-ci ayaq müsbət və dinamikimizin səs girişləri. İndi hal-hazırda bizim səs girişlərimiz bizim elektronika dövrəmizdə qeyd olunub, göstərilib. Yəni yuvaları var hal-hazırda gördüyünüz kimi. 1 və 2. Bu səs sistemi TEDA 2003 bu monodur. Mono səs sisteminə sahibdir. Yəni stereo deyil. Stereo 1 və 2 və daha çox səs kolonka, belə el dilində kolonkalara paylanana tipə stereo deyilir. Bu isə monodur. Yəni tək kolonkanı istifadə edir. Yəni tək kolonkaya çıxışı var. İndi biz bunu hal-hazırda şemadan səs çıxışlarını, sonra güc qaynaqlarını hara vermək lazımdır. Onu biz tapıb indi lehimləyəcəyik. İndi hal-hazırda biz dinamikimizin, kolonkamızın lehimləyirik. Lehimləndi. Ondan sonra bizim belə bir kabelimiz var. Yəni hər hansısa 12 volt adaptera keçəcək kimi. Burada isə bizə ağ plus, qara isə minusdur. Qaranı hər hansısa bir massaya bağlamaq mümkündür. Buna görə biz kondensatorun minus qütbünü tapırıq, lehimlədik. Sonra isə plus qütbünü. Əvvəlcədəndən deyim, biz bunun plusunu və minusunu tapmışıq. Aha, plus və minus da tapıldı. İndi isə səs girişlərini biz, yəni mono olaraq biz burada lehimləyirik. Yenə də Bluetooth modulda səs girişi var. Bu stereo səs dəstəkləyir, amma biz bir səs kanalına istifadə edəcəyik deyənə bizə ikinci bir kanal bizə lazım deyil. Yəni bizə bir massa, bir də səs girişi lazımdır. İndi biz massanı yəni minus qütbünü lehimlədik. Sonra isə səs girişi, birinci səs girişi, yəni onsuz da bu monodur, yəni burada bir səs girişi var. İkinci səs girişini də biz lehimləyirik. Aha, lehimləndi. İndi bizim səs girişlərimizi Bluetooth modulumuzun, yəni burada necə deyirlər, massa var.
həm də səs girişi var. Biz adi bir səs girişindən istifadə edəcəyik. Massada ümumi massa olaraqdan biz burada hər hansı bir massaya, məsələn, adapter girişindən, yəni güc girişinin məsələn massasına lehimləyə bilərik. Onsuz da bütün massalar eynidir. Siz harda bağlayırsınız bağlayan massanı, massa massadır. Yəni bu plusla qarışdırılmır. İndi massanı lehimləyirik. Bir adapter ve Type-C şnuru olacak. Type-C şnurumuz var da biz güc mənbələrimizi qoşuruq. 12 volt 1 amper budur. Bir də ki bizim Bluetooth modulu, yəni istifadədən ötəri bizə 5 voltluq hər hansı bir Type-C telefon adaptörü lazımdır. Qoşduqdan sonra səs gücləndiricimizə birinci səsi veririk. Baxın. Bunu qoşduq. Bluetooth yanır. Bluetooth'u qoşduqdan sonra usvitellə Bluetooth arasında alım, verim baş verdikdə biz səs dinamik çıxışımızı da qoşuruq. İndi hal-hazırda sizə belə göstərək. Qoşduqdan sonra səs gəldi. Yəni bu adicə səs girişinə əlinizi suya istadıb vurduqda kolonkadan cızırtı səsi eşidəcəksiniz, parazit səsi. İndi biz Bluetooth, dinamik və güc qaynaqlarımızı qoşduqdan sonra biz Bluetooth'umuzu, telefonumuzun Bluetooth'unu açaraq yoxlayırıq. Hal-hazırda bizim Bluetooth modulumuzu tapdıq. İndi tərif yeməməkdən ötəri biz YouTube'dan təhrif olunmayan səsləri qoşuruq. Biz hal-hazırda tərif olunmayan musiqi tapdıq. İndi isə çipimiz yüngül isinib. Yəni yüngül qızma müşahidə olunur. Bu normaldır. İndi sizə bir söz deyim. Bizim dinamikimizin bir az problemlidir. Yəni bobin hissəsində problem var. Yəni əgər sizə cızırtı səs gəlsə, bu çox güman ki bu dinamikdən olacaq. Çünki biz əlimizdə bu dinamikdən başqa dinamik olmadığı. Xoş dinləmələr. İnşallah bizim bu dövrəmiz tamamdır. Yəni səs gəldi, istifadə olundu. Gözəl də səs verir, ancaq halbuki bizim biraz kolonkamız nasaz olduğuna görə biraz cızırtı eşidə bilərsiniz. Yəni bu tam bununla qaynaqlanır. İnşallah biz part 2-də, yəni gələcək videoda biz sizə USB-si, yəni flash kart oxumayan, sadəcə AUX-dan ibarət və ya AUX olmayan maqnitofona biz həmin bu Bluetooth modul vasitəsilə biz onu Bluetooth modula çevirəcəyik maqnitofonu. Yəni daha müasir edəcəyik.
oldu. Çox sağ olun. Əgər video sizin xoşunuza gəldisə, bəyənib abunə olmağı unutmayın.